Və davam edir, hörmətli tamaşaçılar. Hər zaman qeyd edirik ki, ölkəmizdə müxtəlif səpkidə olan sərgilər, festivallar keçirilir ki, biz də sevə-sevə bax bu festivallar, sərgilər haqqında məlumat veririk və nəzərinizə çatdıraq ki, Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, Kaspian Agrovik və eyni zamanda 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi Interfood Azərbaycan keçirilir ki, bu sərgilərdə həm də ölkəmizə gələn qonaqlar da iştirak edir. Və bugün sərginin ikinci günüdür və sərgi haqqında məlumatı əldə etmək üçün biz deyərdik elə birbaşa bağlantımızı həyata keçirək. Nigar Babayeva elə Bakı Ekspo Mərkəzindədir və bizi salamlayır. Sabahın xeyir olsun Nigar. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz Bakı Ekspo Mərkəzindəyik. Burada bildiyiniz kimi 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilir. Həmçinin beynəlxalq sərgilər çərçivəsində forumlar təşkil olunur. Kadrlardan da gördüyünüz kimi burada kənd təsərrüfatına aid bütün məhsullar, avadanlıqlar, hətta texnikada sərgilənir. Ətraflı məlumatı isə bizimlə birgə birbaşa bağlantıda olan Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çatdıracaq. Anar bəy, salam, sabahınız xeyir. Sabahınız xeyir olsun. Mən də sizi Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi olan Kaspian Agrovik sərgisinin ikinci günündə salamlayıram və qeyd etmək istəyirəm ki, bizim sərgimiz uğurla davam edir. Artıq dünən ölkə rəhbərinin iştirakı ilə bizim sərgiyə səfər olunmuşdur. Bir çox xarici stendlərin pavilyonları təqdim olunmuşdur geniş ictimaiyyətə və qeyd etmək istəyirəm ki, bu ildən başlayaraq bizim bildiyimiz Kaspian Agro sərgisi artıq Kaspian Agrovik formatında keçirilir və bu formatı artıq bizim öyrəşdiyimiz ənənəvi sərgi ilə yanaşı Nazirlik və Nazirlik Tabiri Qurumları tərəfindən il ərzində keçirilir bir sıra beynəlxalq forum konferanslar vahid konsepsiya əsasında təşkil olunmuşdur. Həmçinin də innovativ təsərrüfatlara bizdə sahə səfərləri davam edir və qeyd etmək istəyirəm ki, dünən artıq bizim bir belə sahə səfərimiz təşkil olunmuşdur və 4 gün ərzində bizim 5 innovativ təsərrüfatımıza həm bir çox böyük şirkət və rəhbərləri üçün, həmçinin geniş ictimaiyyət üçün, xüsusən də xaricdən gələn qonaqlarımız üçün Azərbaycanda ən uğurlu olan kənd təsərrüfatı istiqamətlərində fəaliyyət göstərən özəl təsərrüfatlara sahə səfərləri təşkil olunub. Qeyd etmək istəyirəm ki, bizim hər il fermerlər üçün də əlavə tədbirlərimiz həyata keçirilir. Bu il bizim 50-dən çox regiondan minlərlə fermerlərimiz Nazirlik və Kaspian Event Orqanayzer şirkəti tərəfindən təşkil olunan avtobuslarla sərgiyə gəlir və artıq bizim dünən yüzlərlə fermer bu tədbirdə iştirak etmişdir və qeyd etmək istəyirəm ki, bugün də bizim proqramımız çox zəngindir. Bizim hal-hazırda atrellərin birində 5-ci Aqrobiznes İnkişafı Forumu davam edir. Nazir səviyyəsində orada iştirak olunur, bir sıra nazirlər orada iştirak edir, xarici ölkələr təmsil edən. Həmçinin də birazdan bizim Ekspo mərkəzdə sərgi hissəsi, Ekspo hissəsində, foyer hissəsində orada bizim deməli 5 ölkənin nazirlərinin iştirakı ilə konferansımız işə başlayacaqdır. Və qeyd etmək istəyirəm ki, fürsətdən istifadə edərək biz bizim fermerlərimizi, şəhər sakinlərimizi bu sərgidə aktiv iştirak etməyə dəvət edirik. Anar müəllim, çox təşəkkür edirik. Belə onu da qeyd edək ki, sərgi may ayının 8-nədək davam edəcək. Hələ ki çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirik Nigar. Ətraflı məlumata görə, hörmətli telesəhər tamaşaçıları, əgər sizin də vaxtınız varsa, mütləq elə Bakı Ekspo Mərkəzinə yaxınlaşın və bu sərgi ilə daha yaxından tanış olun.